Kevser suresi bildiyiniz kimi Həzrəti Peyğəmbərə ait bir surədir. Allah Təbarək və Teala o surədə buyurur ki, İnnə a'taynəkəl kəvzər. Biz sənə əta etdik. Nəyi? Kevsəri. Kevsərin mənası nədir? Müxtəlif mənaları var. Bir mənası da Həzrəti Zəhradır. Hətta Əllamə Təbatabai təkid edir, dayanır bu məsələ üzərində ki, bu Həzrəti Zəhradır. Fasalli, elə bu nemətə görə Allah üçün ibadət et, dua et, namaz qıl. Vənhər, fəsəllil rabbikə, Rəbbin üçün vənhər, və onun üçün qurban kəs. Nəhr adətən dəvə üçün istifadə olunur, yəni dəvə kəs. İnnə şəniəkə huvəl əbtər. Sənə o tənə vuran və sənə o dil yarası vuran və sənə deyək ki, əbtər, sonsuz deyən şəxsin özü sonsuzdur. Elə Əllamə Təbatabai bu ayədən istifadə edir. Deyir ki, Kevsərdən məqsəd Həzrəti Zəhradır. Çünki Peyğəmbərə sonsuz deyirdilər. Və Allah da buyurur ki, biz sənə Kevsəri əta eləmişik. Yəni, Zəhranı əta eləmişik. Sən necə əbtər ola bilərsən? Əbtər elə onların özləridir.